Bugün yeni videoda 3 dənə film haqqında sizə məlumat verəcəm. Siz də baxsanız, məncə dünya görüşünüzə müsbət təsir edə bilər. Xüsusən də sinema ilə maraqlananlar və ağ-qara film izləməyi sevənlər üçün yaxşı məsləhətdir, yaxşı film tövsiyəsidir. Bu film tövsiyəsini mən Gürsəl Birseldən götürdüm. Bir röportajında 3 dənə ən sevdiyi filmi dedi. Və mən də Gürsəl Birseli çox sevirəm. Seriallar falan çox gözəldir. Yəni özü senaristdir. Ondan çox ilham alıram. Fikirləşdim ki, onun sevdiyi filmlərə baxsam maraqlı olar, yəni mənim özümə cəlb edir yəni. Özüm də yəni kiçik yaşlarımda, kiçik deməyim, yeni yaşlarımda, 20 yaşlarımda istəyirdim ssenari yazmaq fikrim var idi, nə bilim film çəkmək falan, bu kimi həvəsim var idi. Amma olmadı yəni. Hamının olur da bir kiçik arzuları, amma hamısı həyata keçmir. İlk filmimiz La Règle de Rouge, fransız filmidir. Bu film üçün üstə fransız film olmalıdır. Deməli La Règle de Rouge heç bir tərcüməsini tapmadım. Nə türk, nə ingilis, deyəsən ingilis də yox idi, bir də rus da yox idi. Ona görə fransız dilinin özündə baxdım, elə yəni tərcüməsiz falan. Mən əslində məktəbdə fransız dili oxumuşdum, amma fransız dili çox yadımda qalmayıb. Yəni orada bir neçə kəlmələri başa düşdüm. Subtitrlə baxmağa yəni ki, YouTube-un özünə subtitr qoşdum. Amma inanmıram, o da çox yaxşı tərcümə etdiyinə inanmıram. Yəni belə təəssüratlarım var və oxuduqlarım var film haqqında, onlarla qiyas edib məlumat verə bilərəm. Film 1909-cu ildə çəkilib. Jean Renoir. Bir dəqiqə, bu yuxarı keçmir. Deməli, La Règle de Jour. Filmimiz La Règle de Jour adlanır. Hətta filmin öz adı belə çox, nə deyim, şarımlıdır elə bil. Fransız dilində desəm belə, nə söz desəm elə bil ki, qəşəng səsləndirirsiniz. Maraqlıdır. Oyunun qaydaları, Azərbaycan tərcüməsi belədir. Oyunun qaydaları, pravila igri, yəni ki, belə tərcümə olunur. Film çox maraqlıdır həqiqətən də. Necə bu filmi müəyyən yaşda olan insanlar anlaya bilər və müəyyən şeylərdən keçmiş, yaşanmışları olan insanlar məncə başa düşə bilər. Ya da ki, sinema ilə ümumi maraqlanan insanlar anlaya bilər. Yoxsa başqa insanlar necə deyim, bu şeylərə həvəsi olmayan insanlar üçün çatmır da, bəzi insanlar başa düşmür. Necə deyim, belə. Belə şeylər həqiqətən məni çox həvəsləndirir, xoşuma gəlir yəni. Bu filmi tənqid etməyəcəm əlbəttə ki, yəni tənqid etmək mənim üzərimə düşmür. Həm də ki, bu filmi kino tənqidçiləri bütün dövrlərin ən gözəl filmi adlandırırlar. Yəni bundan sonra mənim deyəcəyim bir sözüm yoxdur. İstəsəm belə, yəni məncə məni heç kim necə deyim, ciddiyə almaz. Dediyim kimi film 2-ci Dünya müharibəsi səhifəsindən bəhs edir və bir qrup zadəgan haqqında danışılır. Bir qrup zadəgan şəhər qırağında bir yerdə dincəlməyə toplaşırlar və ondan sonra hekayə başlayır. İlk öncə hər şey çox əyləncəli başlayır, oyunlar falan, zarafatlar. Daha sonra isə hər şey yəni ki, daha da irəliləyir. İnsanların maskaları üzündən düşməyə başlayır. Burada ümumi olaraq deyə bilərəm ki, filmdə bəhs olunan şeylər cəmiyyətin iç yüzündən bəhs edir, cəmiyyətin ikiyüzlülüyündən bəhs edir, oyunlardan. Əgər siz bu oyunların qaydaları ilə getməsəniz, məğlub ola biləcəyinizdən bəhs edir. Filmdə başrolda Kristin və Andre idi məncə adı. Onlar da əsasən bu oyuna qarşı gəlirlər, bu oyunların qaydaları ilə getmirlər. Saf özlərinə aparırlar, belə deyim. Ancaq digər xarakterlərin iç üzləri görsənir, onların maskaları üzündən düşür. Film ağır bir filmdir, sonu da tragediya bitir, amma kiminsə həqiqətən mən sinema marağı varsa, bu filmi mütləq izləməlidir. Filmdə filmin rejissoru da başrolların birində gedir, Oktav rolunda gedir. Oktav isə orada rolu həm aristokratlara, həm də işçilərə, yəni orta təbəqədə nə onlardan deyir, nə onlar deyir, amma hər kəsə yaxındır. Film nə demək istəyirdi? O bu filmə demək istəyirdi ki, yəni insanlar öz iç xarakterlərini gizlədirlər və bir çox insanlar maska taxırlar. Cəmiyyətdə hər kəsin öz rolu var, o belə deyirdi və hər kəs bu rolu oynayır. Və o bu filmi çəkərkən demişdi ki, bu filmi çəkərkən mən heç gülmədim, sadəcə ağlamağım gəldi. Filmdə daha bir məşhur statlardan biri də budur ki, heç kəs günahsız deyil, sadəcə hər kəsin öz bəhanəsi var. Hakim Darxıcavan film isə bir Sabi filmidir, öz həyatını yaşamaq filmidir. Burada Nan adlı qızdan bəhs olunur. Qız olmaq həvəsi ilə Parisə keçir, amma hər kəs dediyi kimi irəliləyir. Film 1962-ci ildə çəkilib, Jean Godardın filmidir. Jean-Luc Godard. Bu filmdə fransız filmidir, ancaq bu filmi yaxşı ki, rus dilində tərcüməsi tapdım. Təmiz fransız dilində baxanda bəzi məqamlar mənə çatmır. Ona görə, yəni ki, bildiyim bir dildə, yəni ki, unutduğum dil olduğuna görə fransızca baxmaq belə çətin gəldi. Amma rus dilində baxmaq daha asan oldu, yəni mövzunu söhbətdən anlaya bilirdim. Bir Səbi həyatını yaşamaq tərcüməsini verir. Bu filmdə yenə də ağara filmdir, yəni 1962-ci ildə çəkilmiş bir filmdir. Yenə deyirəm, sinema ilə maraqlananlar bu filmə baxa bilərlər, bu filmdən həzz ala bilərlər, amma başqa insanlar inanmıram ki, yəni necə deyim, başqa insanlar deyəndə ki, film sinemaya marağı olmayan insanlar üçün inanmıram ki, maraqlı bir film olsun. Bu da çox dərin mənalı bir filmdir. Üçüncü olaraq sizə bəhs etmək istədiyim film isə The Conformist filmidir. Conformist filmi isə əsasən faşizm dövründən keçir və bir oğlanın kiçik yaşlarda travma yaşaması və böyüyəndə isə bu travmanın hələ üstünə ata bilməsi haqqındadır. O cəmiyyətə öyrəşməyə çalışır, cəmiyyətlə aid olmaq və fərqli olmaq arasında mübarizə aparır. Filmdə çox gözəl epizodlar var, rənglər, geyimlər, musiqisi çox gözəldir. Musiqisi mənə The Godfather filmindəki musiqini xatırlatdı. Xaçatası filmindəki musiqini xatırlatdı, yəni oxşardı. Elə deyəsən İtaliya haqqında, film elə İtaliyada keçir, yəni mövzu. Ona görə də mövzu da belə yaxındır. Yəni ki, filmin musiqisi də belə yaxındır. Dediyim kimi musiqisi, görüntüsü superdir. Əlbəttə ki, bunlar haqqında danışmaq mənə düşməz. Sadəcə olaraq baxdığım filmləri sizə tövsiyə etmək istəyirəm, həm də ki, deyim ki, yenə sinemaya maraqlanan insanlar baxa bilərlər. Filmin üçü də kinematografiya tarixində ən yaxşı filmlər sayılırlar və mən də bunlara baxmaq istədim. Həftənin bazar günüdür. Bazar günü həsrədim ancaq bu filmlərə. Oyunun qaydaları haqqında deyə bilərəm ki, birinci film Jean Renoir filmi haqqında deyirəm ki, filmdə geyimlər süper idi. Yəni ki, xanımların geyindiyi, hər epizoda deyirlər ki, fərqli paltarlar geyinirlər. Özü də ki, yəni bu o vaxta görə də 1939-cu ilə görə super bir şeydir də. Yəni ki, hər epizodda özü də ki, geyimlər şahane. Əlbəttə ki, onlar aristokrat ailəsi sayılırlar. Aristokratların içindən söhbət gedir, yəni onların münasibətlərindən, onların geyimlərindən. Amma ki, yəni ki, geyimlər çox zərif idi, çox gözəl idi. Yəni indiki dövrə görə çox moddadır məncə, çox gözəl sayılır o geyimlər, əla idi. Və oradakı evlər, memarlıq çox gözəl idi. İkinci səviyyədə isə söhbətlər çox gözəl idi, fəlsəfi dərin mövzulardan söhbət gedirdi. Və dərin idi, yəni deyim, fikrət almalısan, elə bil ki, sən də o haqda fikirləşməlisən, özünü o xarakteri yerinə qoymalısan deyim, onu anlamalısan da.
Orada fransız küçələri hətta çox gözəl görsənir. Fransız küçələrini orada göstərirlər, əsas küçəni göstərirlər. Möhtəşəm. Hətta o dövrə görə də möhtəşəm. Özdəki hər tarixlərini saxlayırlar. Yəni ki, əlvanlar necə, yəni küçələri, binalar necə. Conformist filmi isə orada ən çox bəyəndiyim dediyim kimi musiqi, rənglər çox gözəl idi və filmin mövzusu da maraqlı idi. Yəni bunlar üçün də çox dəyərli fəlsəfi filmlər idi. Əlbəttə ki, çox gözəl filmlər idi. Yenə görüşümüzə qatkısı olacaq filmlər. Bu qədər izlədiyiniz üçün, dinlədiyiniz üçün təşəkkür edirəm.